Salam. Ümumdünya cazibə qanunu ağırlıq qüvvəsi bölməsində ətraflı yazı tələb edən testlərin həllinə baxaq. Bu tipdə məsələlər demək olar ki, bölmə içində həll etdik. Hamısına oxşar testlər həll etmişik. Sadəcə olaraq elə formada yazılmalı ki, yəni tam bal alaq. Yəni dediyim kimi, qeyd etdiyim kimi marker müəllim olduğum üçün, yəni demin qəbul suallarını yoxladığım üçün, yəni elə formada yazacağım ki, yəni bu formada yazanda sizə tam bal verilsin. Birinci sual. Yer səthindən 30 metr bölək saniyə sürətlə şaquli istiqamətdə yuxarı atılmış cismin yer dəyişməsi moduluna münasibət düsturunu yazmaqla, yəni düsturunu yazmaqla sözü deyir. Bunu mütləq yazmaq lazımdır. Və koordinat oxları üzərində qalxma müddətini, düşmə müddətini, maksimal qalxma hündürlüyünü göstərməklə qurun. Deməli, şaquli yuxarı atılıbdır. Bəli, h bərabərdir. Deməli, yazmaqla, yer dəyişməsinin moduluna münasibət düsturunu yazmaqla koordinat oxları üzərində qalxma müddətini, düşmə müddətini və h bərabərdir. V0t çıxaq gt kvadratı bölək 2 düsturundan tapılır. Burada h maksimal bərabərdir. V0 kvadratı bölək 2g'dir. Yəni 30'un kvadratı 900 bölək 2 vuraq 10 bərabərdir 45. T qalxma bərabərdir. V0 bölək j bərabərdir 30 bölək 10 bərabərdir 6, yox 3. T uçuş bərabərdir 2t qalxma bərabərdir 6. Düşmə müddətdə indi bu qədər bəs edər. Yəni h-ın t'dən asıllıq qrafikini bu şəkildə qururuq. Maksimal qalxma 45'dir. Maksimal hündürlüyə qalxma müddəti 3'dür və 6'dır, düzdürmü? Belə gəldi, yəni 3 saniyədən sonra yuxarı çatdı. Bax, belə düşdü. Yəni qrafik bu formada çəkilsə kifayət edir. Cavab budur. Yəni bu həldir. Həm də cavabdır. Bu formada cavab vərəqində yazmaq tələb olunur. Keçdik ikinci suala. İndi biz burada qurmaq üçün h bərabərdir v0 t bu düsturdan getmək üçün yerinə məsələn t qalxmanı tapardıq v0 bölək j-dən. Yerinə bir dəfə 3, bir dəfə 6 qoysaq yenə həmən hündürlükləri alacaqdıq. Yəni 3 saniyədə 45, 6 saniyədə 0. Keçdik ikinci suala. 30 metr hündürlükdən 5 metr saniyə sürətlə şaquli yuxarı atılmış cisim atıldıqdan 2 saniyə sonra yer səthindən hansı hündürlükdə olar? 30 metr hündürlükdən 5 metr saniyə sürətlə şaquli yuxarı. Yəni h-ımız bərabərdir. Başlanğıc hündürlüyümüz 30'dur. Yuxarı atıldığı üçün üstə gələk v0t, yəni 5t. Yəni belə yazaq da. Burada hündürlüyü y kimi də yaza bilərik. Yəni y bərabərdir y0. Üstə gələk v0t. Şaquli yuxarı atıldığı üçün. Amma j aşağı olduğu üçün çıxaq gt kvadratı bölək 2. İndi y bərabərdir. Başlanğıc y-imiz 30'dur. Vuraq t. Üstə gələk 5t. Yox, 30 üstə gələk 5t. Burada t'ye vurulmur. 30 üstə gələk 5t. Çıxaq. J'miz 10'da 12'ye böləndə 5t kvadratı. 10t kvadratı bölək 2 eləyir 5t kvadratı. Y bərabər 30, üstə gələk 5 vur 2, elədi 40, çıxaq 5 vur 4. 40 çıxaq 20 bərabərdir 20. Cavab 20. Cavab 20'dir. Qravitasyon sahəsinin intensivliyi yer səthinə olan hündürlükdən asıllıq qrafiki verilmişdir. Grafikin A nöqtəsinə uyğun hündürlüyü yerin radiusu ilə ifadə edin. Deməli, gördüyümüz kimi bilirdik ki, j bölək j0 bölək j'yə bir n demişdik.
Bu da 1 plus h bölək r kvadratı dəfə azalırdır. Burada bax j0 j'yə bölsək 4 alarıq. Onda buradan da h'ı tapanda kök altda n çıxaq 1 vuraq r'dir. Yəni hal-hazırda n'imiz 4'dür. Kök altda 4 çıx 1 vur r. Kök altda 4'dən çıxır 2, 2'dən də 1 çıxsaq 1, cavab r'dir. H bərabərdir r. Və r radiusuna ifadə edin və cavab r. Elə bir r saxlasaq bəs edir. Yəni burada kodlaşma olmadığı üçün 1 yazmağa ehtiyac yoxdur. Dördüncü sualımız eyni qaydadadır. Yəni biz bunu gəl belə yazaq. f0 bölək fh bərabərdir 1 plus h bölək r'in kvadratı. İndi fərqli üsulla nisbətən yazaq. f0'ın fh'a nisbəti 4 edir. 4 bərabərdir 1 plus h bölək r'in kvadratı. Kök alsaq 2 bərabərdir 1 plus h bölək r. 2'dən 1 çıxsaq, yəni mötərizəyə ehtiyac qalmır. 2'dən 1 çıxsaq eləyir 1 bərabərdir h bölək r. Bu da h bərabərdir r edir. Cavab elə r'dir. Uyğun hündürlüyü hesablayın. Yer radiusudur. Ben deyək ki r yerin radiusudur. Neçə yer radiusu? 2 yer, 1 yer radiusu. Burada isə deyək ki A nöqtəsinə uyğun ağırlıq qüvvəsidir. Bilək ki yerdən yer radiusu qədər hündürlükdə f bərabərdir f0 bölək 1 plus h bölək r'in kvadratı. Və yəni bu çıxarılışa ehtiyac yoxdur. Dəfə azalır. f0 bölək, yəni bu düsturun çıxarılışına ehtiyac yoxdur. R bölək r'in kvadratı f0 bölək 4. Çıxarılışı yazsanız da problem deyil. Bəzən yer çox kiçik olduğu üçün, yəni orada təməl əvvəldən başlayaraq çıxarılışa ehtiyac qalmır. Cismi yer səthindən 3 yer radiusu hündürlüyə qaldırdı. Ağırlıq qüvvəsinin 2 dəfə azalır. Biz bilirik ki f0'ın fh'a nisbəti bir üstə gələk h bölək r kvadratı dəfə azalır. Bir üstə gələk 3 r yer bölək r yer bərabərdir 4'ün kvadratı. Bu da 16 dəfə azalır. Əgər siz bunu belə yazmağa çalışsanız, gərək yazasınız f0 bərabərdir gm vuraq m bölək r kvadratı, fh bərabərdir gm vuraq m r plus h-ın kvadratı, sonra tərəfdə böləsiniz. Yəni çox artıq yer gedə bilər. Məncə bu qədər yazmaq kifayət edir. Yer səthindən V0 sürətlə şarqlı yuxarı atılan cisim maksimal qalxma hündürlüyü h-dır. Radiusu yerin radiusundan 10 dəfə böyük. Radiusunun sıxlığı isə yerin sıxlığından 4 dəfə kiçik olan planetin səthində həmin sürətlə şarqlı yuxarı atılanda maksimal qalxma hündürlüyü nəyə bərabər? Demək, bu da biz h bərabərdir V0 kvadratı bölək 2j düsturun gedirik. Burada isə radius və sıxlıq dediyinə görə j'nin yerinə 3/4 pi rho j r düsturunu seçirik. Bizim rho və r məxrəcdədir deyənə h mütənasibdir. Yəni V0 eynidir. Həmin sürətlədir. Sürət eynidir. 1 yazaq. Yəni digərləri bizə lazım deyil. Rho vuraq r bərabərdir 1 bölək rho'muz nə qədərdir? 4 dəfə kiçik, 4'də 1 yazıram. Radiusa 10 dəfə böyük, 10. Bu 4 yuxarı çıxır, 4 bölək 10 qalır. Yəni bu da 0,4 h edir. Cavab yuxarı atdıqda hansı hündürlüyə bərabər olar? Elə 0,4 h şəklində yaza bilərik. 8-ci sualımız yer səthinin yaxınlığında birinci kosmik sürət v-dir. Radiusu yerin radiusundan 10 dəfə böyük, sıxlığı isə 4 dəfə kiçik. Bayaqkində birinci kosmik sürət, bayaqkində sıxlığı 4 dəfə kiçik, yerin radiusundan 4 dəfə böyük. Eyni sual daxı.
Birinci kosmik sürəti hesablayın. Hə, bayaq orada dedi maksimal qalxma hündürlüyünü hesablayın. İndi deməli V-nin düsturunu alırıq. V bərabər bu düsturu bayaq əvvəlki bölmədə izah eləmişdim. J-in bölək R-dən J-in bölək R-dən. Burada çıxarılışı yazmam vaxtı olar. Bəzən mən özümün yadımdan çıxır deyənə çıxarılışı yazarım. J 3/4 pi rho R kubu. Yəni 3/4 pi R kubu bunun həcmidir. R. İxtisarlar gedəndə kök altda 3/4 pi rho J R kvadratı. Buradan 2R kökdən çıxa bilər. 4-dən 2 R kvadratından da 2 çıxa bilər. Bizə deyir ki, radiusu 10 dəfə böyük, sıxlığı isə 4 dəfə kiçik. Burada 10'un kvadratı 100, bu da 4 dəfə kiçik. Yəni V mütənasibdir kök altda R kvadratı vuraq rho. 10 dəfə böyük kök altda 100, 4 dəfə kiçik 4'də 1. Cavab çıxır 25. 25 dəfə böyükdür. Deməli, yerin yaxınlığında birinci kosmik sürət V-dirsə, bu da cavab 25V-dir. Cavab 25V. Yəni dediyim kimi bu, məsələn, tutaq ki, burada mən çıxarılış yazdım. Bunu nəyə götürürəm? Bu düsturdan mən bu ikinci düsturu aldım. Amma ikinci düsturu əzbər bilirsinizsə birbaşa yaza bilərsiniz. Sadəcə olaraq mən bəzi düsturları, yəni tam doğru olduğu üçün çıxarılışını yazıram. Tam doğruluğuna əmin olmaq üçün. Çünki M bərabərdir rho V. V də kürənin həcmi 3/4 pi R kubu. Keçək 9-cu suala. Jupiter planetində H1 bərabərdir R. Hündürlüyündə çimə təsirinin ağırlıq kütləsi 600 Newtondur. Jupiterin səthindən 3R hündürlükdə bu çimə təsirinin ağırlıq kütləsi nəyə bərabərdir? Demək, burada R radiusda artıq biz bilirik ki, 4 dəfə azalır. Yəni biz amma bunun həllini yazmalıyıq ki, F0 bölək F1 bərabərdir 1 plus R bölək R. Artıq belə də yazsaq, yəni sayılır. H-ın yerinə yeri yazsaq sayılır bu. 4, yəni mən cavab deyəm. Mən dediyim kimi yazıb bal almasanız, mən onu cavab deyəm ki, alasınız. Amma yox, mən dediyimdən fərqli yazsanız, bal ala bilərsiniz, almaya bilərsiniz. Yəni burada görürsünüz, mən H bölək R yazmayıb, yerimə qənaət olaraq R bölək R yazdım, çünki H R'dir. Yəni o zaman apelyasiya verməkdə bir nəsə qazana bilirsiniz. Amma yox, birbaşa məsələn tutaq ki, orada F0 bölək 4 yazsanız, bal almaya bilərdiniz. Onda F1'im 600'dür. Deməli bu 4'dür. F0 bölək 4 bərabərdir 600 və F0'im da 2400'dür. Yerdən 3R yüksəklikdə F2 bərabərdir F0 bölək 1 plus artıq 3R bölək yerin kvadratını belə yazıram. Yəni H2 bölək yerimə qənaətləməkdən ötəri. Bu 2400 1 plus 3'ün kvadratı 2400 bölüləm 4'ə yox 16'ya 2400 bölüləm 16'ya 4'ə ixtisar var 6 4 600 də bölüləm 4'ə bu edir nə qədər 150 cavab 150. Biraz uzatdıq bunu belə biraz uzatdıq amma orada çox incə məqamlar var. Nə çox uzatmağa ehtiyac yoxdur. Yerin orada sonsuz sayda yer verilmir. Həll üçün sonsuz yer verilmir. Yaxud da ki, çox qısa yazmaq olmaz. Bal almaqdan ötəri. Jupiter planetinin səthində qravitasiya sahəsinin intensivliyi 25'dir. Artıq burada J0'ı bilirik. 25. Səthindən 4R və 9R hündürlükdən qiymətini hesablayın. Qravitasiya intensivliyin planetin səthinə olan intensivlik qrafikini oxlar üzərinə qurulur. Burada yəni biz qrafik quracağıq. Ona görə J1 bərabərdir 25, yəni J0'ın qiyməti birbaşa belə yazarıq. 1 plus 4R bölək R'in kvadratı, yəni artıq J0 bölək 1 plus H1 bölək R'in kvadratı şəklində yazmırıq. Birbaşa 4R bölək 25 bölək
5'in kvadratı 25 beraberdir 1. J2 beraberdir. Yine J sıfırımız 25'ti. 1 plus 9R bölü R'in kvadratı. Onun kvadratı 100. 25 bölü 100. Sıfırdan %25. 1 ve sıfırdan %25. Burada J'nin bize H'dan asıllık grafiki soruşulur. Başlangıç üçün 25'i özü vermişdi. Artıq J0 yazmırıq. Deməli 4R və 9R yüksəklikləri orada grafikdə hər halda verir. 4R-də 1'ə düşür. 9R-də isə 0'dan %25'ə düşür. Düzdürmü? Və bu grafikləri çəkirik orada. Cavab vərəqində atan qrafik olanda bu qiymətləri verməsə də, qrafiklərdə qiymətləri verməsə də, qiymətləri verməyəcək, çünki özümüz hesablayıq. Bu J'nin H'dan asıllıq qrafiki verir, amma yəni koordinat oxlarını verir, amma qrafiki özümüz çəkməliyik. Formada özümüz çəkməliyik. Qiymətləri keçirdə bilmək üçün oradan birinci qrafiki yazıb, birinci qrafiki qurub, sonra qiymətləri yazmaq daha məqsədə uyğundur. Yer səthi yaxınlığında birinci kosmik sürət 8-dir. 2 yer radiusu qədər yüksəklikdə artıq kök 6 dəfə olur. Çünki deməli V0 bərabərdir. Kök hatta J M bölü R. Bu qiymət 8-dir. Kök hatta J M bölü R plus 2R yer beraberdir J M bölü 3 R yer. Bu da beraberdir 1 bölü kök hatta 3 J M bölü R yer. Bu da 1 bölü kök hatta 3 bırak 8. Aydındır. 200 metr hündürlükten 30 metr saniye başlanğıc sürətlə şaqlıq atmışsın. Nə qədər vaxtdan sonra yerə düşər? 200 metr hündürlükdən Y bərabər Y sıfırımız 200'dür. Elə düz tənliyi yazmaq olar, yerimiz var. Y0 üstə gələk. V0T çıxaq JT kvadratı bölü 2. Bu kvadrat tənliyi alınacaq. Kvadrat tənliyi alınacaq. Belə həll etməklə tapmaq mümkündür. Yəni necə yazsınız? Y bərabərdir 200. Üstə gələk 30T. 12'ye bölsək 5T kvadratı. Hər tərəfdə 5'ə bölürsünüz. Kvadrat tənliyi həll edirsiniz. Tapırsınız. Y bərabərdir 40. Üstə gələk 6T çıxaq T kvadratı. Sağa sola keçirsəz T kvadratı yerə düşəndə Y 0 olur. T kvadratı çıxaq 6T çıxaq 40 bərabərdir 0. Bunun diskriminantı tapmaqdan da olar. Hasil cəm söhbətindən tapmaq olar. Bu Viet teoremindən. Amma biz bunu yəni kvadrat tənliyi həll etməklə tapmaq olar. Mən burada kvadrat tənliyi həll etmədən tapacağım. Çox xoşlamıram kvadrat tənliyi. Burada deməli T qalxma V0 bölü J'dir. Nəticədə həll edə bilirəm, amma yəni xoşlamıram. V0 bölü J'dir. 30 bölü 10 bərabər 3'dür. Bu H maksimal artıq V0 kvadrat bölü 2J yox. 200 üstə gələk V0 kvadratı bölü 2J'dir. Yəni 200 üstə gələk 900 bölək 20 bərabər 245'dir. Bu 245 metr hündürlüyə qalxır. Düşmə müddəti T düşmə kök altda 2H maksimal bölünsün J. Düzdürmü? Kök altda 2 bıraq 245 bölək 10. Burada kök altda 490 edir, bölürük 10'a 49, 49'dan çıxdı 7. Deməli burada 3 saniyə qalxma müddətidir. Niyə 3 saniyə düşməli, 7 saniyə düşdü? Çünki müəyyən hündürlükdən atılıb 7 saniyə düşmə müddətidir və deyir ki, cismin nə qədər vaxtdan sonra düşər? Cavab 3 plus 7 bərabərdir 10.
Amma bayaq qeyd etdiyimiz kvadrat tənliyi həll etsək 2 kök çıxa bilərdi. Biri müsbət, biri mənfi. Onun biri 10 idi. Yəni məsələn Y-nin asılılıq qrafikini qursaq belə bir qrafik idi. Qalxacaqdı, bura 3 olur, burada 10 olur. Digər kök mənfidir. Biz müsbət kökü onu götürəcəydik. 13-cü sualımız. Yer səthindən hansı hündürlükdə birinci kosmik sürət 4 km/saniyə olar? Deməli, V0 bölək VH kök altda R plus H bölək R. Bu da kök altda 1 plus H bölək R. Onda VH bərabərdir V0 bölək 1 plus H bölək R. Kökün altında VH bərabərdir 8 bölək 1 plus hansı hündürlük? Biz buradan hündürlüyü axtarırıq zaten. Hər tərəfi kvadrata yüksəldək. Deməli 8 bölək 4'dür bu ifadə, artıq bilirik. V0'mız 8'dir. VH'ımız 4'dür. 8 bölək 4 bərabərdir. Kökün altından 1 üstə gələk H bölək R. Hər tərəfi kvadrat üstündə 2 bərabərdir 1 plus H bölək R. 1 bərabərdir H bölək R. Deməli H bərabərdir R mi çıxdı? Yox, orada H'ımız 3 yer olmalıdır. Kvadrata yüksəltməliydik. Kvadrata yüksəltmədik. Bu ifadə 2'dir. 2 bərabərdir 1 plus H bölək R. 2'nin kvadratı 4 bərabərdir köksüz 1 plus H bölək R. 3 bərabərdir H bölək R. H'ımız 3 yerdir. H bərabərdir 3 R. Artıq 6400 verdiyinə görə 3 vuraq 6400 kilometr 0 0 12 2 yazaq. 1 yadda 18 1 19200 kilometr. Cevap 19200 kilometr. Və test 14. Uzunluğu 1 metr olan ipə bağlanmış daş şaqlı müstəvidə 2 saniyə üstü mənfi tezlə fırlanır. A nöqtəsində ip qırılarsa daş hansı maksimal yüksəkliyə qalxar? İndi burada bu tipdə məsələ düşmüşdü. Yerdən hansı hündürlüyə qalxar, yoxsa qırılma nöqtəsindən? Bəzilərində qırılma nöqtəsindən götürülür. Bəzisində yerdən götürülür. Və bu çox maraqlıdır. Orada yazmır. Və burada V bərabərdir 2 pi n'dən getsə, 2 pi n, yəni V bərabərdir 2 vur pi kvadratını 10 verdiğinə, gəlin də düsturumuzu tam yazaq. H maksimal bərabərdir V kvadratı bölək 2J. V0 kvadratı bölək 2J'dir, amma V kvadratı yazılır, çünki bu başlanğıc sürətdir. 4 pi kvadratı n kvadratı r kvadratı bölək 2J bərabərdir 4 vuraq pi kvadratımız nə qədərdir? 10. N kvadratımız nə qədərdir? 4. R kvadratımız nə qədərdir? 1 bölək 2 vur 20. 2 vur 10. Nəsə ixtisarlarımızı gedək 2. Cavab 8 çıxdı, nə mi? Cavab 8 metr. 8 metr. Amma bəzilərində cavab 9 metr çıxır. 8 plus 1 bərabər 9 metr. Çünki bu miqyada düşmüşdü bu sual. Yerdən hansı yüksəkliyə qalxar? 9 metr. Qırılma nöqtəsindən 8 metr. Hansı maksimal yüksəkliyə qalxar? Yəni burada 9 da götürsəz doğrudur. Çünki testdə olanda cavab olur bəzən. Bəzən burada cavabda 8 metr vardı bu variantlı versiyasında. 9 yox idi. Burada isə yəni plus 1 bərabər 9 metr yaza bilərsiniz. 8, bu da 1, burada 9. Müəyyən başlanğıc sürəti 40 metr, sürətlə 40 metr hündürlükdən şaqlı aşağı atılmış cisim 2 saniyəyə yer səthinə çatırsa, cisimi həmin başlanğıc sürətlə yer səthindən şaqlı yuxarı atdıqda o hansı maksimal hündürlüyə qalxar? Deməli bu 40 metri 40 bərabərdir V0T üstə gələk JT kvadratı bölək 2 qədər qət edir. Yəni 40 bərabərdir V0 vur 2 üstə gələk J'miz 10'dur. 10 vur 2'nin kvadratı 4 bölək 2.
20 bərabər 2 V0. V0'miz 10'dur. O hansı maksimal hündürlüğe qalxar? Deməli, yerdən yuxarı artsaq, H maksimal bərabərdir V0 kvadrat bölü 2J. Onun kvadratı 100 bölü 20 bərabərdir 5. Cavab 5. Yer səthindən şaqlı qayatılmış cisim 45 metr maksimal hündürlüyə qalxır. Cismi həmin başlanğıc sürətlə müəyyən hündürlükdən şaqlı aşağı atsaq 2 saniyə yerləşməsinə qədər. 45 metrə qalxırsa artıq biz bunu bilirik ki, bunun sürəti V0 bərabər kökətdə 2GH maksimaldır. Birbaşa yaza bilərik. 2 vuraq 10 vuraq 45, 900'dən çıxdı 30. Bu da cavab 30'dur. İndi 2 saniyə yer dəyişməsi başlanğıc sürətlə müəyyən hündürlükdə aşağı atsaq daha yuxarıdan. S bərabərdir V0 T üstə gələk JT kvadratı bölü 2 bərabərdir 2 saniyə V0 30 vurur 2 üstə gələk 10 vurur 4 bölü 2 80. Cavab 80'dir. 17. Yer səthindən şaqlı qayatılmış cisim maksimal hündürlüyə 2 saniyəyə qalxır. Cisim həmən başlanğıc sürətlə müəyyən hündürlükdən şaqlı aşağı atıldıqda 3 saniyəyə qədər yer dəyişmə edər. Maksimal hündürlüyə 2 saniyə qalxırsa, demək bunun başlanğıc sürəti. Yəni burada 2 dənə məsələ var. Birinci başlanğıc sürətini tapmalısan. V0 bərabər JT qalxmaya, yəni T qalxma 2 saniyədir. 10 vur 2 bərabərdir 20. Cisim həmin başlanğıc sürətlə müəyyən şaqlı aşağı atıldıqda 3 saniyəyə S və ya H bərabərdir V0 T üstə gələk JT kvadratı bölü 2 20 vuraq 3 üstə gələk 10 vur 3'ün kvadratı 9 bölü 2 60 üstə gələk 45 eləmi? Bu da 105. Üç saniyə nə qədər yer dəyişməyəcək. Birisi tam oxumuram şərti. Niyə tam oxumuram? Çünki vaxt getməsin. Əgər mən şərti tam oxusam, çox vaxt gedir. Ona görə şərtə görə səhv eləsəm, üzr istəyirəm. Amma siz tam oxuyun hər dəfə. Müəyyən hündürlükdə 20 metr başlanğıc sürətlə şaqlı yuxarı atılmış cisim 5 saniyə sonra yerə düşdü. Mən bunun T qalxması V0 bölək J'dir. 20 bölək 12'dir. Onda T düşmə də bərabərdir 3 saniyədir. Yəni 5 çıx 2 bərabər 3. 5 çıx 2 bərabər 3'dür. Cisim hansı hündürlükdən atılmışdır? Müəyyən hündürlükdən 20 metr başlanğıc sürətlə. Bir cisim ki 2 saniyə qalxıbdır və 3 saniyə düşüb. Bunun düşmə müddəti H düşmə bərabərdir JT düşmə kvadratı bölü 2. Bu 45 edir. H qalxma JT qalxma kvadratı bölü 2. Bu da 20 edir. Yəni yerinə burada 3, digərində isə 5 qoyursunuz. Yəni 45'dən də 20 çıxanda bərabərdir 25. Cavabımız 25'dir. 12 metr hündürlükdən müəyyən başlanğıc sürətlə 12 metr hündürlükdə müəyyən başlanğıc sürətlə şaqlı yuxarı atılmış cisim atıldıqdan 3 saniyə sonra yerə düşür. Cisim hansı başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır? Burada kvadrat tənliyi həll etməklə V0'ı da tapmaq olar. Əslində kvadrat tənlik deyil, o da V0'dır. 12'dən yuxarı atılıbdırsa, Y bərabərdir 12 başlanğıc hündürlüyü. Üstə gələk V0 T yuxarı atıldığına görə bu J mənfidir. Çıxaq JT kvadratı bölü 2. Və 3 saniyəmiz varsa yerə düşəndə bu ifadə 0 olur. Yəni 12 üstə gələk V0'mızı bilmirik. Vuraq 3 çıxaq 10 vur T kvadratı bölü 2. Yəni 5 vur 12'ye böldük 5. 5 vur 3'ün kvadratı 9'u vuranda 45. Bərabərdir 0 edir.
Deməli 3 V0-ımız bərabərdir 45-i sağa keçdik. 45 çıxaq 12. Hər tərəfi 3-ə bölsək V0 bərabərdir. Deməli 45-i 3-ə bölsək 15 çıxaq 4, bu da 11. Yaxud da 45-dən 12 çıxsaq 33. 3-ə bölsək 11, cavab 11. Kütləsi 100 qram olan cisim 50 metr hündürlükdən sərbəst düşür. Cisimə təsir edən havanın orta müqavimət qüvvəsi 0,1 Newtondur. Bu cisim koordinatının və sürətinin proyeksiyon zamanı asılıqlı tənliklərinin ifadəsi necə olar? Kütlə 50 metr hündürlükdən sərbəst düşür. Birinci sərbəst düşürsə, bu da havanın müqaviməti olmamalıdır. Sərbəst düşürün mahiyyəti budur ki, başlanğıc sürət sıfırdır və havanın müqaviməti yoxdur. Amma sərbəst düşürə ziddir bu. Amma yəni başlanğıc sürətsiz düşür deyək. Buraxılır. Əlimizdən buraxılır deyə bilərik. Burada A bərabərdir. mg çıxaq F müqavimət bölək M. M'imiz 0,1'dir, J'imiz 10'dur, 1 edir. Çıxaq 0,1 bölək M'imiz yenə 0,1'dir. Yəni A bərabərdir. 1-dən çıxsaq 0,1, 0,9 bölək 0,1 bərabərdir 9. Yəni artıq A'mız 10 yox 9'dur və aşağı düşür. Bu sürətinin proyeksiyon zamandan asılılıq tənliyi V bərabərdir AT 9T 50 metrdən düşür deyənə Y bərabərdir deməli V50 aşağı düşür çıxaq V0T yəni V0'miz yoxdur. Çıxaq AT T kvadrat bölək 2 yox AT kvadrat bölək 2 9T kvadratı bölək 2 bunda Y bərabərdir 50 çıxaq 4,5 T kvadratı yaza bilərik. Sürətin proyeksiyon zamanı asılılıq tənliklərinin ifadəsi necə olar? Elastik qüvvəsi, sürtünmə qüvvəsi bölməsi bundan sonradır. Diqqətinizə görə minnətdarım.